Salam hörmətli tamaşaçılar. Bugün mən sizə paltar yuyanın su filtrinin təmizlənməsini qısa şəkildə göstərmək istəyirəm. Deməli, paltar yuyanın su filtri bu paltar yuyana daxil olan hissədir. Digər hissəsi isə ümumi su qovşağına qoşursunuz. Bu o hissədir. Deməli, mən ilk növbədə ümumi evə gələn suyu bağladım. Bundan sonra paltar yuyanın deməli, paltar yuyana gedən su borusunu açdım və onun içərisində belə bir deməli filtr var. Bu filtrin içi qapqara idi. Bunu ehmalcana bu qulaq çöpləri ilə təmizləmişəm və içində çoxlu dəmir qırıntıları, pas və digər daş qırıntıları var idi. Yəni elə də çox deyildi, çünki tez bir zamanda açıb təmizləmişəm. Yəni bunu uzun müddət təmizləmədikdə hətta heç açıla da bilmir, pas tutur və yaxud da ki, başqa bir nüanslar olur. İkinci hissədə buranı açmaq, yəni çox çətin bir şey deyil. Sol tərəf vurursunuz. Mən indi artıq bunun üçün təmizləmişəm. Burası sizə göstərmək üçün açıram. Baxın, bunun içərisində düzdə heç nə yoxdur. Əsas filtr bunun içindədir. Deməli, baxın, tərtəmizdir. Bunu sadəcə olaraq buradan deşiklərindən tutub beləcə dartırsınız. Yəni təmizləməmişdən əvvəl bunun içi çox çəkli idi. İndi hazırda tərtəmizdir. Deməli, mən bunun içərisini qıraqlarına da yığışmışdı. Yəni belə çırparaq içində olan bütün şeyləri birinci tökdüm. Daha sonra üst tərəfdən, iç tərəfdən qulaq çöpü ilə həssascasına, elə belə zədələnən bir şey deyil, amma yəni yüngül şeylərlə təmizləyirəm ki, yəni zədə almasın. Daha sonra təmizlədikdən sonra suyun altında gözəl şəkildə, bunun içərisində də qeyd edim ki, başqa bir dənə də filtr yeri var. Düzdür, bunun üçün təmizlədik. İstər-istəməz yenə də az da olsa qalır. Daha sonra heç nə. Bunu yenidən bu şəkildə tutub bura daxil edirsiniz. İtəliyirsiniz. Tamamdır. Daha sonra su borusunu götürürük. Bu şəkildə yandan baxırsınız ki, düzgün şəkildə oturtulubmu? Bir dəqiqə. Daha sonra yavaş-yavaş vuraraq birinci hissəmizi bağlayırıq. Rahat şəkildə, çox bərk sıxmadan, yüngül barə sıxırsınız, görürsünüz ki, bağlanıb. Müəyyən qədər bir burumda və salam oturdu. Hazır. Belə, bundan sonra da digər ucunu, əsas su qovşağı sizdə haradırsa ora bağlayırsınız. Ümumi suyunuzu atırsınız. Kanalizasiya borusunu təmizləməyə ehtiyac yoxdur. Onsuz içindən su axıb gedir. Bunu da kanalizasiya borusudur. Bunu da yanlarını təmizləyə bilərsiniz, amma ehtiyac yoxdur. Bunu da kanalizasiyaya taxırsınız və tamamdır. Belə, videonu bəyəndinizsə like atmağı, abunə olmağı unutmayın. Əlbəttə ki, bugün ancaq su filtrinin təmizlənməsi haqqında sizə məlumat verdim. Gələn görüşlərə kimi.